9-cu sinif 20 sınav imtahanına sınaq 9 ilə davam edirik. Əvvəlcə lisimdə qulasaq. Unit 9. Listen to the passage and answer the questions from 1 to 4. Watching television is an interesting and fun activity. The word television is often shortened as TV. The first television broadcast in Australia was in 1956. The pictures on TV were black and white. Television has changed a lot since then. On TV, you can watch many different programs about a range of things. Some examples of TV programs are news, cartoons, dramas, sports, documentaries, reality shows, etc. There are several channels which show different TV programs. TV guides tell us what programs are shown on which channel and at what time. Most programs are episodes. These episodes usually last for either 30 minutes or a full hour. At the weekends, there are sometimes movies that you can watch instead of going to the cinema. You can learn a lot from watching TV, but you should not too much, or you will hurt your eyes. Suallara baxırıq. Why are people advised not to watch too much? Niyə insanlara çox televiziya izləməyə məsləhət görülmür? Sonuncu cümlədə dedi. Diqqətli olaq. Because watching TV is very useful. Çünki televiziya izləmək yararlıdır. Xeyr. Because the TV shows boring programs. Çünki televiziya verişləri can sıxıcı proqramlardır. Xeyr. Because the number of programs is very few. Verilişlərin sayı çox azdır. Because it is harmful for eyes. Bəli. Çünki göz üçün ziyanlıdır. Nə qədər deyə oxşadısa. 100 dəqiqə daha səvqəli yazaq. Belə. What is the passage mainly about? Mətn nə haqqında idi? Television guys, televiziya, bələdçiləri, movies in the cinema, kino, teatrda kinolar, an interesting activity, bəli cavabımız maraqlı aktivite. Television channels, televiziya kanalı, the films shown at weekends, həftə sonu göstərilən filmlər. Üçüncü suala baxırıq. The TV channels informs us of the time of programs. Proqramların vaxtı haqqında bizə məlumat verir. Xeyr. Show different TV programs. Bəli, müxtəlif televiziya proqramları göstərir. Bir bəndi tell us the list of TV programs. Televiziya proqramlarının siyahısını verir. Xeyr. Kanal niyə televiziya proqramı siyahısını verirsin? Verir. Bəzən ola bilər ancaq ki, bu televiziya kanalının daimi işi deyil. Şu əsas işi deyil. Show the list of movies as a weekend. Həftə sonu kinoların listini göstərir, siyahısını. Demonstrate same TV programs. Demonstrate sözünə diqqətli olun, diqqət yetirin. Nümayiş etdirməkdir. Biraz sərgəsiz olsa da nümayiş etdirmək. 4-ə baxırıq. TV is a short version of the word television. Bəli, TV televiziyanın qısaldılmış formasıdır, adıdır, düzgündür, true. The first pictures on TV were colored. Xeyr, ilk dəfə ağqara televizorlar olub, rəngli televizorlar olmayıb. Cartoons, sports, reality shows, etc. are shown on TV. Bəli, dizgi filmləri, idmanlar, reality showlar televiziyada göstərilir. Düzdür. Television has changed very little since its first days. Televiziya ilk günlərindən çox az dəyişib, xeyr, çox dəyişib, baxı, əvvəlcə səssiz olub, sonra ağqara olub və dəyişikliklər çox olub. 5-ci suala baxır. Attention athletes. Diqqətli olun, atletlər. Join our community fun run. Bizim fun run cəmiyyətinə qoşulun. You may be either seasoned runner or just starting out. This event is for everyone. Siz yeni başlayan da ola bilərsiniz və yaxud da peşəkar qaçışçı da ola bilərsiniz.
Bu hamı üçündür. Enjoy a pleasant way and support a great cause. Yaxşı yollarla, yəni vaxtınızı yaxşı keçirin və böyük bir dəstəyə səbəb olun. Choose a correct variant. Düzgün cavabı seçin. Runners are invited to start the event. Qaşıqçılar tədbirə dəvətlidirlər. Xeyr. Community Fun Run invites us to join to the events. Bəli, budur cavabımız. Bir bəndi Fun Run cəmiyyəti atletləri eventə dəvət edir. Qoşulmağa dəvət edir. All the runners want to join the community. Bütün qaşıqçılar istəyir cəmiyyətə qoşulsun. Xeyr. Community Fun Run organizes the event for only runners. Yalnız qaçışçılar üçün idi. Xeyr, orada deyir, qeyri-peşəkarlar da qoşula bilər. Everyone who took part in the event enjoyed it. Ora qoşulan hamı zövq aldı. Axı, hələ başlamayıb ki, sadəcə ora dəvətdir. 6-cı sualımıza baxaq. Hello Baku, salam Bakı. Our new agency is here. Bizim yeni agentliyimiz buradadır. Come say hello at Seynov 39. Seynov 39'a gəlin və salam deyin. Did you know we offer free 1-hour personal travel consulting appointment at all of our locations? Siz bilirsinizmi ki, bizim 1 saatlıq şəxsi səyahət məsləhətçimiz pulsuzdur. We'd like to see you Monday, Friday, 10 a.m., 9 p.m. Biz sizi birinci gündən 5-ci günə kimi, ondan 9-a kimi gözləyirik. Choose a correct variant. Yeni variantı, yeni neymiş? Düzgün variantı seçin. New branch of travel consulting agencies opened in Baku, Azərbaycan. Düzgündür. Yeni səyahət məsləhət agentliyi Bakıda, Azərbaycanda açılıb. Yenə də digər variantlara baxaq. Free 1-hour personal travel consulting is available in Baku branch only. Yalnız Bakı filialında mövcuddur. Xeyr, orada deyir locations istənilən yerdə. Yəni açılan başqa yerlərdə. New travel consulting agency in Baku works daily 10 a.m. 9 p.m. Yeni səyahət məsləhət agentliyi saat hər gün Bakıda 10-dan 9-a kimi işləyir. Bu cavabımız da səhvdir. There is 1-hour free personal travel consulting at weekends in the new branch. Xeyr, 1 saatlıq deyil axı onların. Təkcə həftə sonları deyil. Onlar həftə sonu işləmirlər. Ona görə bəndə səhvdir. 7-yə baxırıq. Dear fellow staff. Əziz heyət. Gənc heyət. I am pleased to announce to all of you that Dr. Samir Aliyev has been promoted to department head. Məsəl demək istəyirəm ki, Dr. Samir Aliyev işində yeni bir vəzifəyə qalxdı və şöbə müdürü keçdi. Dr. Aliyev has worked at our hospital for 6 years. O bizim xəstəxanamızda 6 il işlədi. Aside from expectations in the performance of his duties. Onun öz borçlarından, yəni vəzifələrindən daha artığını performance etdi, yəni göstərdi. Dr. Aliyev showed his spirit by helping others improve their work output. Dr. Aliyev özünün komanda ruhunu başqalarının inkişafı üçün göstərdi. We are happy to reward that kind of hard work and dedications. Biz belə çətin işin və özünü həsr etməni mükafatlandırmaq üçün çox sevinirik. Please join me in congratulating him on his exciting news. Zəhmət olmasa mənə bu həyəcanlandırıcı xəbəri verib təbrik etmək üçün mənə də qoşulun. Best regards. Dr. Aynur Camalova. Samir Aliyev is going to get a higher position as the hospital he works. Bəli, Samir Aliyev işlədiyi xəstəxanada yeni bir vəzifəyə ucalır. Dr. Aynur Camalova asks her staff to congratulate her. Xeyr,
özünü təbrik etmək üçün demir, Samir Əliyev təbrik etmək üçün dəvət edir. According to the email, Samir Əliyev doesn't deserve a new position. E-mailə görə yeni bir pozisiyaya layiq deyil. Xeyr, deserve sözünə diqqət edin. Dr. Jamalova doesn't find Samir Əliyev's good and responsible worker. Onu məsuliyyətli, yaxşı işçi kimi görmür. Xeyr, niyə ki? Yaxşı işçi kimi görür ki, onu dəvət edir. Samir Əliyev had worked at his previous workplace for 6 years. Samir Əliyev əvvəlki iş yerində 6 ildir işləyirdi. Xeyr. Mətnə baxaq. The junk foods are the foods which aren't beneficial to the body at all. It is low in nutrition and harmful to body system. Junk food, yəni lazımsız yeməklər, sizin dilinizə desək, snacklər, atışdırmalıqlar bədən üçün çox ziyanlıdır, xeyirli deyil və qida, low in nutrition, qida dəyəri də çox aşağıdır. Most of the junk foods have high levels of harmful fat, sugar, salt and bad cholesterol, which is a toxin for health. Bu junk foodların tərkibində yağlar, şəkər, duz, pis xolesterol, zəhər, sağlamlıq üçün zəhərli olan pis xolesterol var. Junk foods have gained so much popularity due to their good taste. Junk foodlar yaxşı dadına görə məşhurluq qazanıb. They are easy to cook, asanlıqla bişir. There are many ready-made junk foods available in the market in polybags. Və polybaglərdə, yəni çantalarda çoxlu junk foodlar da var hazır olan. Most people depend on such ready-made foods due to their busy schedules or they don't know how to cook at home. İnsanların çoxu evdə necə yemək bişirəcəyini bilməyənlər və yaxud da çox çətin, busy, məşğul cədvəlləri olan insanlar məcbur bundan istifadə edirlər. Harda qaldıq? Junk food use is increasing day by day, which isn't good for the future. Onların istifadəsi günü-gündən artır və bu gələcək üçün heç də xeyirli deyil. People of all age groups like to eat junk food and they usually choose to eat whenever they enjoy a special time with the family like birthday party, anniversary, etc. They can easily consume soft drinks, chips, noodles, burgers, etc. Hər yaşlı olan insanlar junk food yeyirlər, yəni lazımsız qidalar yeyirlər. Onlar nə vaxt to eat whenever they enjoy. Xüsusi vaxtlarda zövq almaq üçün də bundan istifadə edirlər. Ad günlərində, yubileylərdə onlar soft drink içkilərdən, cipsilərdən, noodlelardan, burgerlərdən asanlıqla istifadə edirlər. Onları istehlak edirlər. Consume istehlakdır. Pizza, harda qaldıq? Pizza, French fries, Chinese cuisine and other different types of fast food are available in the market. Pizzadır, French fries'dır, yəni bildiyimiz kartofli, Çin mətbəxi, fast foodun marketlərdə tapıla bilən, marketlərə uyğun olan müxtəlif növlərdir. But people can reduce it and should eat it only once a week. İnsanlar onu azalda bilər və həftədə bir dəfə yeyə bilər. In this way they will be healthy. Bu yolla onlar sağlam ola bilərlər. Keçək suallarımıza. This passage is mainly about, bu passage nə haqqında idi? Meals made at home, evdə hazırlanan yeməklər, xeyr. The birthday parties of families, ad günləri, ailələrin ad günü partiləri, benefit of junk food, xeyri, xeyr. Junk foodun xeyrindən yox, ziyanından danışır. Xeyri var ki. The cuisine of different countries, müxtəlif ölkələrin mətbəxi, xeyr, the popular food around the world, dünya ətrafında məşhur olan yemək. Choose a correct statement according to the passage. Junk food spreads almost around the world. Well, spreads, junk food demək bütün dünyada yayılıb. Bir, düzdür. Junk food is rich in different useful substances. Xeyr, müxtəlif maddələrlə zəngin deyil. Junk food ziyanlıdır. People eat junk food because of its good taste. Bəli, yaxşı dadına görə yeyirlər. Cavabımız bir bəndidir. The use of junk food is reducing nowadays. Bu günlərdə junk foodun istifadəsi azalıb. Xeyr.
Why do some people prefer ready-made foods? Niyə insanlar hazır yeməklər üçün tuturlar? Çünki onların vaxtları yox idi və yaxud da hazırlaya bilmirdilər. Baxaq variantlara. Because it isn't easy to prepare meals at home. Bəli, bir düzgündür. Because some of them like salty meals. Duz yeməklər xoşlayırlar. Yox. They think junk food is useful. Xeyirli olduğunu bilirlər ki, ziyanlıdır, ancaq yenə də yeyirlər. Because they don't have ready foods at their homes. Bəli, 1-4. Cevabımız A bəndi. Burada yazmaq biraz çətin olduğu üçün A yazaq. 11'e baxırıq. Junk food is eaten only by children at the parties. Yalnız partilərdə yeyilir. Xeyr. Is useful if it is eaten every day. Hər gün yeyilsə xeyirlidir. Yox. Has gained popularity for its taste. Bəli. Dadına görə məşhurluq qazanıb. Cavab C bəndidir. Is eaten only at birthday. Xeyr. Nə birthday-də yalnız yeyilir, nə də ki onun aşağı yağı, şəkəri, duzu, tərkibində olan yağ, şəkər, duz aşağı deyil, yüksəkdir əksinə. 12-ci suala baxırıq. Səhv istəyir. It takes a long time to prepare junk food. Bəli, çox yox, çox az vaxt aparır. 1. Junk food. Biraz sərgiyə salaq. 1. Junk food is useful to the body system. Bədən üçün xeyirlidir. Yox, ona görə cavabımız 1, 2. 13-cü suala baxırıq. Choose a correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Did you visit? Baxın, did olan yerə heç vaxt visit verə bilməzsiniz. Çünki did öz keçmişini öz üzərinə götürür. Ona görə bir səhvdir. Nothing is useful, isn't it? Baxın, nothing olan yerdə not verə bilməzsiniz. İnkara inkar olmur. How long have you stayed? Düzgündür. When is, bəli, 3-4. Cavabımız zibəndir. 14'e baxırıq. The students of your form go for a walk. Students of your form. Baxın, sözünü olan yerdə həmişə yadınızda saxlayın ki, sözündən əvvəlki sözə baxmalısınız. Students cəmdədir. Cəmdə olduğu üçün biz do verməliyik. Dazlar getdi. Feilimiz go olduğu üçün do veririk. Deyə bilərsiniz ki, niyə? Çünki qoya do-dan sual veririk. Bura təsdiqdirsə, buranı da inkarda verməliyik. Vergüldən sonra cavabımız C bəndir. 15'e baxırıq. Does your family travel abroad? Who does your family travel? Who'dan sonra burada feil olmalıdır. Çünki tamam o. Feil nədir? Sözün olmalıdır. Çünki tamam o sual veririk. Ona görə A səhvdir. Whom var, sözünsü yoxdur. Bir də səhvdir. How often does your family travel abroad? Yox. Where does your family? Adəsi sənin ailən hara səyahət edir xaricə? Abroad sözün qabağında sözün olmur, yadınızda saxlayın. 16'ya baxırıq. Choose a correct interrogative sentence. Düzgün sual cümləsi. Where did they meet? Yox, meet olmalıydı. Əgər meet olardısa, bu cavab düzgün idi. Where are going? İki feil yanaşı gəlməz, səhvdir. Where does the student comes? Olmaz. Does da öz üzərinə götürür esi. Where you have, hanı bunun köməkçi feili, ona görə cavabımız ibəndir. Where have you been lately? Sən bu yaxınlarda harada olubsan? 17'ye baxırıq. David's friend never tells a lie. David'in dostu heç vaxt yalan danışmır. Baxın, never var, tells var. Tells sözünün sualını nəyinə veririk? Does'la. Ayrıcı sualdır. Burada inkardırsa, bu tərəfdə təsdiq verməliyik. Does he? A bəndi. Flowers do you like in your garden? İsim gəlir, diqqətli olun. Hansı sözlərdən sonra isim gəlirdi? Sual sözlərinə əlbəttə ki what və which'dən sonra. What flowers do you like in your garden? Which flowers do you like in your garden? 19'a baxırıq. Is this woman? She's my teacher. Who is this woman? Bu qadın kimdir? O mənim müəllimimdir. Əgər what verirsə, bu zaman sənət peşə soruşan zaman what ilə sual veririk. Buna diqqətli olun. Qısa videoların birində bunu mən sizə izah etmişdim. 20-ci suala baxırıq. Sual qurmalıyıq. How long? Əgər cümlədə siz sual sözü görürsünüzsə, birbaşa sual sözü ilə başlamağa çalışın. Ancaq mürəkkəb cümlədə ola bilər. Yenə də hər halda diqqətli olun. How long la başladı cümlənin, sonra ona mütləq köməkçi feil verməliyik. How long have you mübtədanı verin. Have you known xəbər each other. Siz neçə vaxtdır bir-birinizi tanıyırsınız? Bir bənd. 21'e baxırıq. Baxın, never var. Deməli,
birinci tərəf inkardadırsa, ikinci tərəf təsdiq verməliyik. İnkarlar getdi. Xəbərimizə baxırıq. Participates. Görürsünüz. Buna sual necə veririk? Əlbəttə ki, does-la. Cavabımız İ-bəndi. Bu qədər asan. 22-yə baxın, diqqətli olun. Bu tipli suallar düşür həmişə qəbula. Birinci tərəf təsdiqdədir. Right var. Deməli, right'ın sualı nə ilə olur? Do-la inkarlar getdi. Do-la sual veririk. Bir tərəf təsdiqdirsə, ikinci tərəfdə inkar verməliyik. C-bəndi. 23-ə baxırıq. His mother let him dance at the party. Baxın, let'in indikisi də, keçmişi də eynidir. Buna diqqətli olun. Belə bir şey düşdü qəbula keçən həftə. Yəni, sizə də düşməyəcək deyə bir şey yoxdur. Let, come yox. Cut, read. Bunların indikisi də, keçmişi də eyni olur. Necə fərqləndiririk? Sadəcə olaraq üçün şəxsin təkində axırında S olur. Let's olarsa biləcək ki, indiki zamandır. Cuts olarsa bilirik ki, indiki zamandır. Reads olursa bilirik ki, indiki zamandır. Ona görə diqqətli olun. Burada görürsünüz, üçüncü şəxsin təkində axırında S olmur deyə bildik ki, bu keçmiş zamandadır. His mother let him bir düzgündür. Granny let's, görürsünüz, let's var. Does düzgündür, ancaq burada doesn't olmalıydı. Bir tərəf təsdiq, bir tərəf inkar olmalıydı. Ki səhvdir. Does Julia cooks olmaz axı. Does olan yerdə cook olmalıdır. 3-də səhvdir. Did your mother or your sister lay the table? Baxın, lay məsələsi düşmüşdü imtihanım. Lay-də düşmüşdü. Yoxsa cut-dadır deyəsən düşmüşdü. Dəqiq xatırlamıram. 1-4. Bir bəndi. 24-də baxırıq. Didn't say right the exercise. Why didn't say right the exercise? Onlar niyə sualı çalışma yazmayıblar və nə vaxt yazmayıblar? 2-4. Cavabımız İ-bəndi. 25-ə baxırıq. Did Jack prepare his homework? Belə cümlə düzgündür. 1 ola bilər. When did? 2 də ola bilər. 1 və 2. What did Jack prepare his homework? Tərcümə lazımdır, alınmır. Who'sdur, sözün lazımdır. How did Jack prepare his homework? How did ola bilər. 1, 2, 5. Necə hazırlayıb? Cavabımız 1, 2, 5 olur. Bu qədər sualınız olarsa şərhlərə yazın. Kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.